bizə 400 qram 10% mis 2 sulfat məhlulu verib. Tam elektrod neçə mol mis və neçə qram qaz alındığını hesablayın deyir. Biz burada mis 2 sulfatın suda məhlulunun elektroliz tənliyini yazanda mis alınır. Katodda, anodda oksigen və sulfat turşusu alınır. Deməli, əmsallaşdıranda bura 2, bura 2, oksigendən başqa hamısına 2 yazırıq. 160'da 2, 320, yəni 2 vur 160'a 128 misdir. 2 vur 64'dür mis. Bizdən tam elektron neçə mol mis deyir. Hə, mol deyir burada. Və neçə qram qaz alındığını hesablayın deyir. 2 mol mis alınıb, 32'də oksigendir. 400'ün 10%'ini tapanda 400'ün 10%'i bu deyəcək 40 qram. Yəni 40 qrama nə qədər alınacaq? Bura bir x deyək, burada y deyək. 1x-dır. X bərabərdir. Elə ki 8 dəfə azdır. 2 böl 8. O da 4'də 1, 0,25 mol. 2'də də oksigen 8 dəfə az. Y da bərabər 32 böl 8, 4 qram. Cavabımız bu.